Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. Laf TV'nin efirində müzakirə vaxtı sizinlə mənəm Ləman Ələşrəf qızı. Mayın 26-sına keçən gecə Rusiya Silahlı Qüvvələri 2 ədəd İskəndər M ballistik raketi və 122 pilotsuz uçuş aparatından istifadə etməklə Ukrayna ərazisinə kombinə edilmiş zərbələr endirib. Ukrayna hava hücumundan müdafiə qüvvələri səhər saatlarına olan məlumata görə 111 dronun məhv edildiyini açıqlayıb. Hücumun dəf edilməsi əməliyyatları səhər saatlarında da davam edib. Mövcud məlumatlara görə İskəndər M ballistik raketləri Rusiyanın Rostov vilayəti və Krım ərazisindən buraxılıb. Ukrayna hərbiçiləri hava hücumundan müdafiə vasitələri ilə müxtəlif tipli, o cümlədən Şahid, Gerbera, İtalmas və s. 111 pilotsuz uçuş aparatının vurulduğunu və zərərsizləşdirildiyini bildiriblər. Bununla belə 9 zərbə dronu və raketin 11 obyektə dəydiyi, həmçinin 3 fərqli məkanda qalıqların düşdüyü qeyd alınıb. Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleg Snegubov bəyan edib ki, zərbələr Xarkov şəhərinə və bölgənin daha 14 yaşayış məntəqəsinə dəyib. Hücumlar nəticəsində 3 nəfər həlak olub. Daha 33 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb deyə gələn xəbərlərdə qeyd edilir və yeri gəlmişkən əziz tamaşaçılar, bayaq bir maraq doğuran xəbər də diqqətimi çəkmişdi. Putinin bu hücumları Kiyevə hücumlarla bağlı səsləndirdiyi açıqlamalar belə deyilir. Trump'a bir mesajdır. Hər halda bunu da Kuleba bildirmişdi. Belə bir açıqlamanı vermişdi. Yeri gəlmişkən diqqətinizə çatdırım ki, Putinlə belə bir açıqlama olub. Yəni, əsas hədəflər, Putin deməyək, daha doğrusu Rusiya Xarici İşlər Nazirliyi deyək. Xarici İşlər Nazirliyi Kiyevdə hücum mərkəzlərinin, yəni hücum əmri mərkəzlərinin vurulacağını bildirmişdi. Yenə də Kiyevdəki səfirliklər, diplomatik korpusların oradan təxliyəsi hər halda əziz tamaşaçılar diqqətə çatdırılır və Kuleba isə bunu belə şərh edir ki, bu Trump'a birbaşa mesajdır ki, Ukraynanı sülhə razı sal. Yəni, əks halda mən oradakı bütün diplomatik korpuslara da, o cümlədən Birləşmiş Ştatların da demək diplomatik nümayəndəliyinə hücumlar edəcəm. Yeri gəlmişkən əziz tamaşaçılar, elə Kiyevə hücumun görüntüləri də dəhşətlidir. Bilirsiniz ki, bu gecə Kiyevə raket zərbələri nəticəsində deməli 44 nəfərin yaralandığı, 4 nəfərin isə həlak olduğu deyilir. Vitali Klitschko'nun açıqlaması var. Kiyev üçün dəhşətli gecə idi. Hazırda xilas edicilər yanğınları söndürməklə, dağıntıları təmizləməklə məşğuldular və tibb işçiləri də yaralılara yardım göstərirlər. Dostlar, deməli, Rusiyanı müzakirə edəcəyik. Yeri gəlmişkən mənim efirimizin gedişatı ərəfəsində həm də Putinin xəbərdarlığı var 8 ölkəyə. Onların arasında Azərbaycan da var. Bu haqda danışacağıq. Amma əvvəlcə Rusiyanın, belə deyək, hücumları, xüsusilə bu hücumlar, bayaq Zelenskinin bir açıqlamasında noyabrın sonlarında deyir, proqnoz verir ki, müharibə bitə bilər, amma deyir, Zelenskinin bu açıqlamasına həmin iclasda heç kim inanmayıb. Baxaq görək, bu gedişat doğrudanmı xüsusilə müharibəni sonlanmasına aparır, yoxsa daha da şiddətlənməsinə? Qonağım Ənvər Ağazadədir və biz onunla gündəm müzakirə edəcəyik əziz tamaşaçılar. Siz də başlayın, biz də başlayaq. Ənvər bəy, xoş gəlmişsiniz. Təşəkkür edirəm. Mən də salamlayıram sizi və dəyərli Laf TV izləyicilərini. Deməli, Ənvər bəy, həqiqətən də son vaxtlar ümumiyyətlə, yəni o İran mövzusu biraz səngiyəndən sonra Rusiya mövzusu xüsusilə bir qədər də aktuallaşıb. Bu aktuallığı həm də qarşılıqlı hücumlar daha çox, belə deyək, intensiv şəkildə diqqətə çatdırır. Mən baxıram ki, münasibətlər günü-gündən kəskinləşir. Amma Zelenski bildirir ki, noyabrda müharibə bitə bilər. Deyir, iclasda özündən başqa heç kim buna inanmayıb. Bayaq bir açıqlamayı da oxumuşam. Siz nə düşünürsünüz? Həqiqətən də bu qarşılıqlı hücumlar, isterik formada bəzən hücumlar,
xüsusilə Rusiya tərəfindən birbaşa paytaxtın deməli hədəfə alınması, orada diplomatik korpuslara qarşı təhdid nədən xəbər verir? Doğrudanmı da Putin həqiqətən də başını itirib? Bəzi təhlilçilər çünki elə deyirlər ki, Putin başını itirib. Sizcə, siz nə düşünürsünüz bununla bağlı? Teşekkür ederim. Putin'in davranışlarında, onun xarakterində müəyyən bir problemlərin olduğunu sezmək olur. Yəni axırıncı bir görüntülər paylaşmışdı və orada müşavirə iştirakçılarının hamısında məcbur ki, ayağa durub 3 dəfə ura qışqırın, eyni ilə 2-ci Dünya müharibəsinin ən böyük şüarlarından biri. Ura deyərək hücuma keçən, amma özü ura qışqıra bilmir. Yəni səsində də, səhhətində də yəqin bir problem olduğuna görə sonradan o Rusiyanın mətbuat orqanlarında o video silindi. Amma sosial şəbəkələrdə eləmi? Mən görməmişəm, çox maraqlıdır. İndi hamıya deyir ki, 3 dəfə özü də sayır. 1 2 3 özü də durur ayağa mikrofonla ura, amma ura deyə bilmir özü. Çox belə qəribə bir mənzərə alınır. Putinin davranışlarını onu göstərir. Amma bu hücumların intensivləşməsi mənim qənaətimcə Amerika-Rusiya arasındakı bir razılıqların pozulmasının işarəsidir. Birisi Alyaskada görüş olanda, yəni hətta Rusiya tərəfi Trump'ın ilk Rusiya ilə danışıqlara başlaması, Ukraynanı günahlandırmasını toy bayram kimi qeyd edirdilər ki, birisi orada Trump Ukraynaya məcbur edir ki, Rusiya ilə hesablaşsın və itirdiyi torpaqlarla razılaşsın və sülh əldə olunsun. Çünki Trump'ın Rusiya ilə bağlı xüsusən də iqtisadi bir layihələri var idi və onlar elan etmişdi ki, biz birlikdə çoxlu pul qazanacağıq. Yəni birgə, çünki Rusiyanın da bitib tükənməyən sərvətləri var. Trump'ın tamaha düşmüşdür Rusiyanın sərvətləri. Ona görə Ukraynanı məcbur etmək istəyirdi ki, Rusiya ilə razılaşsın. Amma Ukrayna özü və Ukraynanın Avropalı müttəfiqləri buna razı olmadılar. Çünki Avropa müttəfiqləri də Ukraynaya özlərinin təhlükəsizlik barajı kimi baxırlar. Onlar hesab edirlər ki, əgər Ukraynaya bugün dəstəyi daha çox Ukraynadan daha çox özlərinə görə verirlər. Yəni Ukrayna üçün Ukrayna Rusiyanın qarşısında dayanan bir bariyerdir. Onlar öz təhlükəsizliyi baxımından bu yardım edirlər və bundan sonra da edəcəklər. İkinci bir səbəb bu belə deyək, intensivləşməsi, zərbələrin intensivləşməsi 9 may ilə bağlıdır. Birisi 9 mayda Rusiya yəni gülünc bir vəziyyətə düşdü. Parad demək olar ki, keçirə bilmədi və o yüngül bir görüşü keçirmək üçün də Ukraynadan demək olar ki, icazə istədi. Yəni Amerika vasitəsilə. Çünki bilirsiniz ki, son aylarda Ukraynanın Rusiyanın dərinliklərinə dron hücumları intensivləşmişdir. Və hətta Moskvanın, Kremlin 6 kilometrliyində Rusiya səmasında Ukraynanın dronları uçurdu. Ona görə onlar təhlükəsizlik baxımından çox narahat idilər. Və buna görə Amerika Birləşmiş Ştatlarına müraciət etdilər və özü bir tərəfli 2 günlük atəşkəs elan etmişdi. Amma Ukraynada bunu qane olmurdu ki, atəşkəs 2 günlük bir tədbirə görə olmalı deyil. Zelenskinin açıqlaması. Yəni bir sülh üçün olmalıdır, insanların rifahı üçün olmalıdır, müharibənin dayandırılması üçün olmalıdır. Yəni bir tədbirə görə atəşkəsə ehtiyac yox. Amma sonra Amerikanın təkidi Ukrayna da buna razılaşdı. Yəni Rusiyanın xahişi, Amerikadan xahişi, Amerikanın da belə deyək, Zelenskiyə təsiri və ya təkidi və ya xahişi ilə atəşkəs oldu, onlar tədbirini keçirdilər. Yəni bunun qisasını alırlar əslində və demək olar ki, ən sonuncu raketlərindən də belə istifadə etdi. Oreşnik raketləri. Bilirsiniz ki, Rusiyanın bu müharibə dövründə əldə etdiyi ən böyük raketlərindən, uzaq mənzilli raketlərindən biridir. Hətta öyündüyü, bəli, onu sınağın keçirəndən sonra Putin çox öyünmüşdü. Hətta deyirlər ki, 5500 kilometrə yaxın hədəfləri vurur. Yəni Avropada da istənilən bir hədəfi vura bilər. Əslində bu Oreşniklərlə Avropanı da hədələyirdi. Və sonuncu da Lavrovun açıqlanması ki, hansı ki, bilirsiniz ki, 2 gün bundan qabaq Ukraynanın mərkəzi vuruldu, Kiyevin mərkəzinə və orada səfirliklər, Azərbaycan səfirliyi də zərər çəkdi o partlayışlardan. Çoxlu sayda binalar. İndi də siyahı müəyyən ediblər, hansı nöqtədə vurulmalıdır.
yəni özü də Kiyev ətrafında, əsas mərkəzdə elektrik stansiyaları, qərar qəbul etmə mərkəzləri, hətta səfirliklər də burada ziyan çəkə bilər. Ona görə bütün xarici ölkə səfirliklərində Lavrov müraciət etdi ki, Ukraynanı tərk etsinlər. Yəni intensiv bir hücum olacaq. Ukrayna sözsüz ki, bu hücumların qarşısını almağa çalışır, amma eyni zamanda, eyni anda məsələn 400-ə yaxın dron və nə bilim saysız hesabsız raket atılanda sözsüz ki, bunların hamısının qarşısını almaq çətinlik yaradır. Hədəfə dəyənlər də olur. Amma sözsüz ki, Ukrayna da buna cavab olacaq. Ukrayna bunu belə buraxmayacaq. Yəni ki, Rusiyanın dərinliklərində Ukraynanın buna cavab olacaq. İndi bu onu göstərir ki, müharibə daha da şiddətlənəcək. Amma burada başqa bir məqamı da diqqətə almaq lazım ki, müharibə daha şiddətlənəndə, daha şiddətli olanda ona beynəlxalq diqqət daha çox cəlb olunur. İtkilər daha böyük olanda beynəlxalq diqqət daha çox cəlb olunur və bu beynəlxalq diqqətin cəlb olunması müharibənin dayandırılmasına xidmət göstərə bilər. Ola bilsin ki, siz də qeyd etdiniz ki, İran-ABŞ müharibəsi başlayandan sonra Ukrayna-Rusiya müharibəsi arxa plana keçmişdi. Diqqətdən kənardaydı. Ola bilsin ki, bu diqqəti cəlb etmək üçün artıq İranda da müharibənin sona çatması ilə bağlı müsbət informasiyalar dolaşır və Trump da bunu dedi, elə İranın Xarici İşlər Nazirinin sözçüsü də bildirir ki, müəyyən məsələlər üzrə razılaşmalar var, hətta çərçivə sahəsində. Amma gecə yenə orada da 2-dir, yoxsa 5-i, 4-dür, Sepah üzvü öldürülübdür, yəni bəli. ABŞ ordusu atəş açıb. Bəli, onunla bağlı ABŞ açıqlama verdi. Çünki bu müəyyən sahələr üzrə razılaşmalar var, amma bu demək deyil ki, bütövlükdə razılaşma əldə olunub. Yəni əsas məsələlər üzrə razılaşma qalır. Və İran tərəfinin də diplomatik danışıqlarda, yəni çox həmişə İran tərəfi çox həssaslıqla yanaşır. Hər sözə, nöqtəyə, vergülə. Hətta Rusiya ilə müttəfiqlik sazişini onlar 3 ilə bağladılar. O qədər danışıqlar apardılar. Yəni İran diplomatiyası biraz yorucudur və xain xoxluqlar ifadəsi var. Onlar hər sözə, nöqtəyə, vergülə diqqət yetirirlər. Ona görə burada razılaşma uzun çəkəcək. Hələ ki, tam razılaşma da əldə deyil. Yəni razılaşma əldə olunan odur ki, atəşkəs dayansın, olsun, davam etsin, danışıqlar davam etsin. İndi artıq dünən İranın nümayəndələri, parlamentin sədri də, Qalibaf da, onlar Küveytə getdilər, Qətərə getdilər. Qətərdə danışıqları, yəni Pakistandan görünür ki, Pakistanla paralel Qətər də bu prosesin içərisində də danışıqlar intensivləşib, danışıqlar gedir. Yəni arzu olunan odur ki, bu müharibələr sonra çatsın. Yəni bir məsələdən biz Ukraynadan keçid elədik. Eləməyək, Ukraynada dayanaq, bəli. Yəni bir məsələdə burada qeyd etdiyim kimi diqqəti cəlb etmək ola bilər ki, çünki artıq hər iki tərəf yorulub. Rusiya da bu müharibədən həddindən artıq yorulub və Rusiya demək olar ki, bu müharibənin öhdəsindən gələ bilmir. Nə qədər ki, ağır silahları da olsa, raketləri də olsa, artıq 5-ci ildir bu müharibə davam edir və bu 5-ci ilin də son ilində artıq müharibənin Rusiya öz şəhərlərində, Moskvada hiss etməyə başlayıb. Yəni Rusiyanın iqtisadiyyatına çox ciddi zərər vurur. Canlı itkisi kifayət qədərdir. Yəni bu xarici mətbuatın yazdığına görə təxminən 1 milyona yaxın Rusiya əskər itirib. Ta ki bu şişirtmə rəqəmdir 1 milyon olması bunun yarısı olsun. 50%-ni götürsə, yarım milyon da böyük bir rəqəmdir. Və yerini doldurmaq üçün səfərbərliklə çox ciddi problemlər yaşayır. Ukraynanın da belə problemləri var. Ukrayna canlı qüvvə baxma, amma Ukrayna bunu müasir texnologiyalarla əvəz edə bilir. Yəni Ukrayna bəzi ərazilərini canlı qüvvədən istifadə etmədən azad etdi. Dronlar və robotların köməyi ilə. Və Ukraynada kifayət qədər artıq bu müasir silahlar istehsal olunur. Almaniya ilə birlikdə, Polşa ilə birlikdə həm maddi dəstək verirlər, həm işçi qüvvəsi baxımından dəstək verirlər və Ukraynada kütləvi şəkildə istehsal olunan dronlar Moskva üçün, Rusiya üçün böyük bir təhlükədir. Yəni eyni anda bir yüzlərlə dronun Rusiya ərazisində uçması Rusiyanın qarşısını ala bilməyəcək. Yəni Rusiya artıq bunu bilir və bir məsələ də vardı. Yəqin ki siz də onu eşitdiniz.
ABŞ prezidentinin Çinə səfəri zamanı Çinin rəhbərinin belə bir ifadəsi olmuşdu. Rusiya, daha doğrusu Putin Ukrayna müharibəsinə görə peşman olub. Yəni belə bir ifadə işlətmişdi. Yəni artıq Deməli dilə gətirib də onu seçimdə deyib, etiraf edib. Bəli, Çin yəni bu sıradan deyilən jurnalist sözü deyil. Yəni Doğru. Çin rəhbəri Bəli. çox ciddi bir ifadədir bu. Ənvər bəy, o sözünüzün qüvvəti, deməli bayaq da danışdınız. İndi mənim qarşımda bir xəbər var, əziz tamaşaçılar. Rusiya MDB kəşfiyyat orqanlarına çağırış edib. O sizin dediyiniz süni intellekt və deməli dronlarla bağlıdır. Mən bu xəbəri oxuyum. Burada çox maraqlı bir məqamlar var. MDB kəşfiyyat orqanlarındakı həmkarlarımı mövcud bioloji silah təhdidlərini aradan qaldırmaq üçün birgə işləməyə çağırıram. Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB üzv dövlətlərinin təhlükəsizlik orqanları və xüsusi xidmətləri rəhbərləri şurasının iclasında deyib. Nə deyib? Deyib NATO, Asiya Sakit Okean bölgəsi, Afrika və Latin Amerikasında bioloji silahların hazırlanması üzrə uzun müddətli proqramını davam etdirir. Biolaboratoriyalar MDB ölkələrində də fəaliyyət göstərir. Eyni zamanda bu müəssisələrdən patogen sızmaları ilə bağlı sahə testləri və hadisələr təbii səbəblər kimi gizlədilir. Rusiya qüvvələri tərəfindən Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı bu cür fəaliyyətə dair çoxlu sayda dəlil toplanıb. Gizli proqramlaşdırılmış bioloji silahların təhlükəsi göz qabağındadır. Əminəm ki, burada iştirak edənlər onun mümkün tətbiqinin mənbələrinin, miqyasının və vektorunun birliyin hüdudlarından çox kənarda müəyyən ediləcəyini başa düşürlər. Xüsusilə də süni intellekt texnologiyalarının inkişafının bioterrorizm risklərini artırdığı nəzərə alındıqda, Rusiya bu sahədə MDB-dəki həmkarları ilə fəal əməkdaşlığa ümid edir, çünki təhlükə bizim üçün ortaqdır və olduqca ciddidir. Bu xəbərə münasibətiniz əslində bayaq deyirik, amma bu birbaşa MDB ölkələrini öz yanına çağırır və bəli, birbaşa Amerikaya qarşı, Ukraynaya qarşı, həm də eyni zamanda mənim qənaətim belədir, sizin fikirləriniz. Bu varmı yəni belə bir təhlükə? Belə bir təhlükə ola bilər. Hətta tutaq ki, bu süni yaratmasalar belə, yəni müharibələrdən sonra kütləvi xəstəliklərin yayılması faktları tarixdə çoxdur. Hətta İrandan əvvəl də olub. Elə Birinci Dünya müharibəsindən də sonra İspan qripi adlı bir xəstəlik yayılıb dünyada. Yəni müharibədə ölən insanlardan daha çox insan bu vəbanın, bu qripin qurbanına çevrilib. Və bu müharibələrdən sonra... Yəni o da bir bioloji silah kimi. Düzdür, o istifadə olunan, bəlkə də onu süni yaratmayıblar. Amma indi müasir informasiya texnologiya, elm o qədər inkişaf edib, hətta pandemiyanın da haqqında kifayət qədər informasiya yayıldı ki, bunu süni yaradıblar. Çində süni yaranmış bir pandemiya idi, yəni COVID-19 haqqında. Və bu tipli informasiyalar dolaşır. Yəni müharibələrdən sonra belə bir pandemiyaların yaranması və bioloji silahların dünyada yayılması təhlükələri var. Yəni Rusiyada ola bilsin ki, özü də bu istiqamətdə hansısa bir çalışmaları var. Yəni Rusiya məqsədinə nail olmaq istəyir ki, həm MDB ölkələrini ətrafında birləşdirsin, Ukraynanı özünə tabe elətdirsin. Bilirsiniz ki, dünyada elə bir proseslər gedir. Bunu çox analitiklər deyir ki, dünya yenidən bölüşdürülür. Amma bu yeni bölüşdürülmədə Rusiyanın rolu çox zəifləyib. Yəni əvvəllər Rusiya dünyanın hegemon ölkələrindən biri olub. Yəni iki qütüb olub, biri Rusiya olub, SSR-dən sonra Rusiya olub, Amerika Birləşmiş Ştatları ilə. Yəni dünyanı nüfuz dairələrinə bölüblər. Amma indi yenidən dünyada baş verən bu geopolitik mübarizələr, müharibələr, yenidən dünyanın bölüşdürülməsi, enerji yollarına nəzarət, enerji resurslarına nəzarət uğrunda gedən mübarizələrdə Rusiyanın mövqeyi çox zəifdir. Rusiyanın yerini demək olar ki, Çin tutub. Və Rusiya burada öz ərazilərinə və ya keçmiş SSR, NDB ölkələrinə nəzarətini belə tam bərpa edə bilmir. Bilirsiniz ki, indi Ermənistanı hədələyirlər. Ermənistanda seçki keçirir, güman edir ki, Ermənistan da Rusiyanın nəzarətindən çıxa bilər. Ona görə bu tipli informasiyalar
ciddi yanaşmaq lazımdır və Rusiya özü də belə bir bioloji silahlar yarada bilər. Yəni süni intellektin vasitəsilə, yəni ki, bunun üzərində işləyən dövlətlər də var. Yəni bu informasiya həm ona görə Rusiya bunu yayır ki, təhlükənin böyük olduğunu, yalnız Rusiya üçün deyil, digər NDB ölkələri üçün də olduğunu və bu öz ətrafına yığmaq cəhdi. İkinci bir cəhd bu real bir məsələdir. Yəni dünyada bu qədər silahlar işlənir və bu silahlardan sonra hansısa bir xəstəliyin yayılma ehtimalı da var. Yəni bu tarixdə də bu cür faktlar olub. Və bu hətta müharibə dövründə də ola bilər. Yəni hətta hələ lap qədimlərdə bu qalxanla, qılıncla, oxla dava olanda belə xəstəliklər yayılırdı. Məqsəd yönlü şəkildə də yayırdılar bu xəstəlikləri, qarşı tərəf məğlub olsun, yəni təslim olsun. Yəni Rusiya ola bilsin ki, belə bir varianta da əl ata bilər. Çünki Rusiya çıxılmaz vəziyyətdədir. Ukrayna ilə bağlı qarşısına qoyduğu məqsədə nail ola bilməyib və nüfuzunu itirib, qeyd etdiyim kimi, dünyanın yenidən bölüşdürülməsində rol yoxdur. Hətta ən yaxın, belə deyək, çevrəsinə keçmiş SSR məkanına belə nəzarət edə bilmir. Bir nəzarətindən ölkələr çıxır. O görə son belə deyək ki, çarə kimi MDB ölkələrində kim qalıb onlara müraciət edir ki, mənim yanımda dayanın. Belə bir hamımızı bir təhlükə gözləyir. Təhlükəyə əl ata bilər. Yeri gəlmişkən Ənvər bəy, Bortnikovdan daha bir maraqlı açıqlama var. Əziz tamaşaçılar, verilişimizi lütfən bəyənin və paylaşın. Deməli, Tehranda video sistemlərdən istifadə edərək İran rəhbərliyinin öldürülməsi həyəcan siqnalıdır deyə Bortnikov yəqin ki, burada da Putinin qayğısına qalmaq istəyib və deyir ki, ABŞ-İsrail ittifaqı tərəfindən İranın yüksək vəzifəli rəsmlərinin öldürülməsi açıq bir xəbərdarlıq əlamətidir. Öldürülənlərin koordinatları qismən Tehrandakı video monitoring sistemlərindəki proqramlar vasitəsilə əldə edilib. Qərb texnologiya platformalarından asılılıq, aparıcı NATO ölkələrinin və onların müttəfiqlərinin kəşfiyyat agentlikləri tərəfindən kiber hücumlara qarşı əhəmiyyətli dərəcədə zəifliklər yaradır deyə, yenə də dediyim kimi, bu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovdan gələn bir açıqlamadır. İran rəhbərliyinin öldürülməsi həyəcan siqnalıdır. Bugün xüsusilə Rusiyanın belə deyək, siyasi mühitinə baxanda elə fikirləri daha çox deməli, mənim studiyamın qonaqları səsləndirirlər. Deyirlər ki, bu müharibədən bir çıxış yolu var. Putinin ya fiziki məhvi, ya vəzifədən götürülməsi və s. və ilə axır. İndi İran rəhbərliyinin öldürülməsi həyəcan siqnalıdır deyilən və bunu xüsusilə ABŞ-İsrail ittifaqının üzərinə qoyan zaten də belədir. Yəni Bortnikov həm də bir yaxın və yaxud uzaq perspektivdə sizcə Putinin aradan götürülə biləcəyinə bir işarə etmirmi? Əslində ona işarədir. Ona işarədir. Bəli, və İran rəhbərliyinin aradan götürüləndən sonra Putin də qorxuya düşüb və çox ciddi təhlükəsizlik tədbirləri görürlər. Hətta Putinin ətrafında olan insanların heç biri mobil telefondan istifadə etmir. Yəni, belə deyək, Putin artıq kölgəsindən də qorxur. Və bu da, siz bayaq dediniz ki, o psixoloji problemindən irəli gəlir. Hətta bu cür qorxular insanın psixologiyasına da təsir göstərir. Yəni, hər şeydən şübhələnmək, hər şeydən qorxmaq, sözsüz ki, ona gətirir. Və mən o səsləndirilən fikirlə tam razıyam ki, bu Putinin aradan götürülməsi bu müharibənin sonu olacaq və bu doğru bir fikirdir və mən əminəm ki, Rusiyanın içərisində də bunu istəyənlər var. Artıq müharibə qeyd etdiyim kimi Rusiyanı da yorub və hətta bu müharibənin başlanmasına da narazı olanlar, istəməyən qüvvələr var idi, amma Rusiya da idarə etməklədir ki, kimsə açıq şəkildə öz fikrini Putinə qarşı bildirə bilmədi. Hətta o videolar yayılmışdı Rusiya Təhlükəsizlik Şurasının sədri. Demək istəyir ki, müharibəyə başlamaq lazım deyil, amma onu deyə bilmədi. Putin dedi, fikrini açıqdır, sonra da ki, siz düz deyirsiniz. Patrushev idi, səhv etmirəmsə, o videolar yayılmışdı. Ona görə Putin indi o İran hadisələrindən, Venezuela hadisələrindən sonra çox böyük qorxu içərisindədir. Amma bunu Amerika və İsrail etməz. Onlar güman edirlər ki, Ukrayna tərəfi yararlana bilər. Çünki həm Amerika Birləşmiş Ştatlarının müttəfiqdir, onlar vaxtilə dəstək veriblər. İsrail və ya digər şəkildə münasibətləri var. Elə Zelenski özü də Yəhudidir. Yəni bu
texnologiyalardan istifadə edə bilərlər Ukraynalılar və geniş də Ukraynalılar bu müharibədə texnologiyadan istifadə edərək böyük silahlar yaradılır. Məsələn, anti-dron əleyhinə lazer silahlar yaradıblar. Heç Amerikanın özündə o yox idi o silahlar. Biz bu İran müharibəsi başlayanda Amerikanın müttəfiqləri Zelenskiyə müraciət etmişdilər ki, dron əleyhinə silahlarla bunları da təchiz etsinlər və mütəxəssisləri getmişdi. Demək, Körfəz ölkələrinin çoxunda Ukrayna mütəxəssisləri bu sahə üzrə çalışırlar və o silahları satırlar hətta. Yəni o qədər istehsal edirlər. Yəni bu müharibədə Rusiyanın məqsədlərindən biri nə idi? Ukraynanı silahsızlaşdırmaq, hakimiyyətini dəyişmək, amma tamamilə əksi oldu. Ukraynaya daha müasir silahlar istehsal etməyə başladı. Müharibə başlayanda Rusiyanın özünün dronları yoxdu. İrandan aldılar, indi Kazanda istehsal edirlər. Amma Ukraynada da yoxdur. Ukrayna Türkiyədən aldı. Bayraktar, biz Ukraynalılar TB2-yə bir mahnı da yazmışdılar bayraklarla bağlı. Amma indi Ukrayna özü Avropalı müttəfiqlərinin dəstəyi ilə özü müasir dronlar istehsal edir. Anti-dronlar, bəli, özü də kütləvi şəkildə istehsal edirlər. Yəni bir gün görəcək ki, elə Moskvanın üzərində eyni anda bir 2000-3000 Ukrayna dronu uçur. Yəni bunun qarşısını almaq qeyri-mümkün olur. Ona görə Rusiyada da artıq bu müharibə hiss olunur. Rusiya əhalisi də bu müharibəni hiss edirlər və bu müharibədən bezirlər artıq. Müharibənin tezliklə dayandırılması. Bu cür yəni sərt rejimlə səslərini çıxara bilmirlər, ifadə edə bilmirlər. Amma Rusiyadan kənarda olanlar bunu ifadə edirlər ki, bu müharibə dayanmalıdır. Bir neçə ayda davam edəndən sonra bəlkə də Rusiyanın içərisində də bu şeylər səslənəcək. Hətta Dumada kommunistlərin lideri Zuganovun belə bir ifadəsi vardı. Noyabrda Rusiyanı 17-ci il inqilabı gözləyir. Artıq iqtisadiyyat da kifayət qədər çökür. İqtisadiyyat, çünki 5-ci ildir Rusiyanın bütün iqtisadiyyatı müharibəyə sərf olunur. Yəni əldə etdikləri pulları dron istehsal edirlər, raket istehsal edirlər, o da havada partlayır, uçur gedir. Yəni əhalinin sosial durumu günbəgün ağırlaşır. Alıcılıq qabiliyyəti azalır. Ona görə bu müharibə, mən də ondan razıyam ki, Putin hakimiyyətdən gedən kimi bu müharibə dayanacaq, bitəcək. Bəli, çünki Putinin iddiaları həm də bir normal insanın iddiaları deyil. Əldə edə bilmədin, dayandırmaq olar. Və hətta Krımı Ukrayna razılaşır, Amerika Birləşmiş Ştatları da. Yəni Krımın ümumiyyətlə adını tutmurlar. Görürsünüz, bir intensiv danışıqlar getdi Amerikanın vasitəsilə ilə. Krım haqqında demək olar ki, Ukrayna danışmırdı. Yəni Krımın Rusiya tərkibində olmasına razılaşmış kimi görünür. Əsas problem nədə idi? Rusiya istəyir ki, Lugansk, Donetsk, hətta Ukraynanın əlində olan torpaqlardan da Ukrayna ordusu geri çəksin, onlar da Rusiyaya versin. Amma elə təmas xəttində bir razılaşma əldə edə bilərlər. Yəni qoşunlar hardadsa orada dayanıb sonraki dönəmdə danışıqlar aparıla bilər. Yəni Putin bunu da istəmir. O istəyir ki, Donetski və Luganski artıq onlar referendum keçirib Rusiyaya birləşdiriblər. Yəni elə bir çətin bir problem yaradıblar həm özlərinə, həm Ukraynalılara. Ona görə burada həll variantları çox çətindir. Çünki referendum keçirib öz konstitusiyasına salıb ki, bu ərazilər Rusiyanın torpaqlarıdır. Amma dünya bunu tanımır. Ukrayna da bundan razılaşa bilmir ki, Ukrayna da öz torpaqlarıdır. Amma burada atəşkəs ola bilər. Təmas xəttində dayana bilərlər və bundan sonra danışıqlar başlayır. Və atəşkəs olandan sonra Rusiyanın içərisində də bir narazılıqlar olacaq. Yəni müharibədən sonra nə qədər insanlar itkiləri olub və əlil olublar, o insanların problemləri ortalığa çıxacaq, iqtisadiyyatı zəiflənmiş bir Rusiya onun öhdəsindən necə gələcək? Yəni bu problemlər var. Ona görə müharibəni hətta necə dayandıracaqlarını belə bilmirlər. Yəni özlərini elə bir çətin duruma salıblar ki, buradan çıxacaqlarını bilmirlər. Ona görə Rusiyanın Ukrayna müharibəsini çox gözəl ifadə edir. Rusiya özünü orada bataqlığa salıb. Bataqlıqda batan insan da çabaladıqca batır. Yəni bu müharibə uzandıqca Rusiya itirəcək. Ona görə nə qədər tez dayandırsalar bunu həm Rusiyanın xeyrinədir, həm Ukraynanın, həm də dünyanın xeyrinədir. Deməli, bu arada Putindən bir xəbərdarlıq da var. Mən bayaqdan siz danışırsınız, amma eyni zamanda da düşünürəm ki, həqiqətən də Rusiya sanki deməli zaten Putinin imkanı, əli, ünü yetmədi o SSR-ni təzədən bərpa etməyə, amma yanında olan o MDB ölkələrini də
buraxmaq niyyətində deyil və bütün hallarda necə deyərlər, istəyir ki, yanında dursunlar. Yəni bilmirəm, onun elə bir fon yaratmaq istəyir və olan qalan da onun yanından qaçmasın demək istəyir. Bax, indi MDB ölkələrinin təhlükəsizliyini daxili və xarici təhdidlərdən qorumaq üçün xüsusi xidmət orqanlarının imkanlarından maksimum istifadə etməliyik. Bayaq o Bortnikovun açıqlamalarını dedik. Həmin iclas üçün Putin bir deməli məktub, təbrik mesajı göndərib, həmin deməli Şuranın 58-ci iclasının ona ünvanladığı məktubdan olan fikirlərdir. Və Putin deyib ki, dünyada hərbi siyasi vəziyyət xeyli mürəkkəbləşib və MDB sərhədləri yaxınlığında da yeni sabitsizlik ocaqları yaranıb. Və bunun üçün dediyim kimi təhlükəsiz və sabit inkişafa töhfə verəcək, bu iclası töhfə verəcək bir iclas adlandırır və yenə də dediyim kimi bu çağırış MDB ölkələrinədir, əziz tamaşaçılar. Hazırda isə diqqətinizə çatdırım ki, MDB-nin 9 üzvü var. Onların arasında Azərbaycan da var, yəni Belarus, Ermənistan, Qazaxıstan, Qırğızstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistan. Yəni, bax, bu ölkələri öz yanında görmək istəyir və dediyim kimi... MDB ölkələrini xarici təhdidlərdən qorumaq üçün... Ən böyük təhdid özüdür. Ən böyük təhdid özüdür. Yəni, MDB ölkələr üçün təhdid yaradan Rusiya özüdür. Ən bir nömrəli təhdid... Ukrayna bariz nümunəsi. Hətta bilirsiniz ki, Ukrayna müstəqil olandan sonra Ukraynanın da nüvə silahı vardı. 1994-cü ildə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Rusiya, düzdür, Fransa sonradan imzaladı o sənədi. Amma əsas Böyük Britaniya, Amerika, Rusiya birgə Ukraynanı razı saldılar və Ukraynanın təhlükəsizliyinə təminat verdilər. Bəli. Amma özü təhlükə yaradır. Ukraynaya hücum edib, torpaqlarını işğal edir. O cümlədə də digər MDB ölkələri üçün. Yəni, güclə, qorxu ilə kimsə yanında saxlamaq mümkün deyil. Nəyə görə? Bax, Rusiyadan qaçırlar. Qonşu ölkədir, uzun müddət bir yerdə, iqtisadiyyatları bir-birinə bağlıdır. Rusiya bunun səbəbini axtarmalıdır ki, nə üçün Avropaya maraq göstərirlər. Avropa Birliyinə üzv olmaq istəyirlər. Avropa ilə inteqrasiya tərəfdarıdırlar. Xalqlar da, dövlətlər də, amma Rusiyadan qaçırlar. Niyə? Çünki Rusiya aqressiv bir siyasət aparır. Rusiya istəyir ki, hamı bunun vəssalı olsun, müstəqil dövlət olmasınlar. Ona görə bunu heç kəs istəmir. Rusiya öz siyasətində dəyişiklik etməlidir. Yəni, Avropa Birliyinə üzv olmaq üçün, Avropaya inteqrasiya olunmaq üçün çalışan ölkələr Rusiya ilə bir siyasət yürütməlidir ki, elə Rusiyaya inteqrasiya olunmaq üçün çalışmalıdır, Rusiyanın yanında qalmaq üçün çalışmalıdır. Onun, əgər Rusiya doğrudan da o dövlətlərin, xalqların rifahı üçün müsbət bir nəticələr ortalığa qoyacaqsa, siyasətində bir dəyişiklik edəcəksə, heç kəs Rusiyadan qaçmaz. Amma Rusiya müttəfiq dediklərini müttəfiq kimi baxmır. O özünün vassalı kimi baxır. Özünü ağa hesab edir, digərlərində deyir ki, siz mənim nökərlərimsiniz. Amma bu cür yanaşma heç vaxt Rusiya bu cür yanaşma heç vaxt istədiyinə nail ola bilməyəcək. Həmişə Rusiyadan qaçacaqlar. Fürsət yaranan kimi qaçacaqlar. İndi də Rusiya zəifləyib deyə, hətta belə deyək də, Rusiyanın uzun müddət vassalı olan, Rusiyanın tam nəzarətində olan Ermənistan belə onun yanından qaçır. Çünki Rusiya yenə deyim ki, elə yanaşır ki, siz mənə tabi olmalısınız və mənim dediklərimə oturub durmalısınız. Daxili işlərinə qarışır, müstəqilliklərinə qarışır, xarici siyasətlərinə qarışır. Ona görə Rusiyanın bu yanaşması heç vaxt müsbət bir Rusiya üçün nəticə ortalığa çıxarmayacaq. Və mən sonda bir suala da cavab almaq istəyirəm, Ənvər bəy. Bayaq dediniz, elə, bəli, ən böyük təhlükə elə Rusiyanın özüdür. Yəni ona görə MDB ölkələrinə yalandan hansısa bir çağırışlar falan etməsin. Çünki kimin kim olduğunu yaxşı bilirlər. Bax, indi bir ciddi məsələ də deməli bu Amerika Birləşmiş Ştatlarından bu indiki Trump dəhlizi deyilən, bizim Zəngəzur dəhlizi dediyimiz yerə könüllülərin gəlməsidir. Belə fikirlər var ki, bu könüllülər yəni özü bir ordudur, sanki gəlib artıq burada dayanacaq və bu Rusiyanı da, İranı da qıcıqlandıracaq. Yəni bu, hətta belə fikirləri mən xüsusilə oxuyuram ki, sabah Rusiya bir bəhanə ilə Azərbaycana və yaxud Ermənistana qoşun yeridə bilər, hücum eləyə bilər. Çünki qulağının dibində, burnunun ucunda gəldi Amerikalılar dayandılar. Könüllü adıyla da olsa, yəni bu sərhəddə gəlib Amerikanın ordusu dayanacaq. Və bu Rusiyanın
bu ölkələrə hücum etməsi, nə bilim qoşun yeritməsi, kim necə başa düşərsə o şəkildə nə qədər ciddi səslənir, nə qədər əsaslı görünür? Zəngəzur dəhlizinə görə Rusiyanın Ermənistana və ya Azərbaycana hücum etməsi üçün heç bir əsası yoxdur. Yəni bu ərazi Azərbaycanla Ermənistan arasında keçiddir. İndi biz də qəbul edirik ki, indi qədim Azərbaycan torpağı da olsa Ermənistan ərazisi kimi biz onu tanıyırıq və dəhlizin açılması ilə razılıq əldə olunub və Amerika Birləşmiş Ştatlarının da dəstəyi ilə və nəzarəti ilə bu dəhliz açılacaq. Əslində Azərbaycanla Ermənistan bu məsələdə çox ağıllı bir siyasət həyata keçirilir. Bilirsiniz ki, bu dəhlizlə bağlı İran da özünün qırmızı xətti elan edirdi və Rusiya da öz nəzarətində olmasını istəyirdi və əslində Rusiya bu problemin, Qarabağ probleminin həllini də istəmir. İndi də Paşinyanı qınayırlar ki, siz niyə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan etdiniz. Bizim əlimizi, qolumuzu bağlı. Bunu açıq şəkildə deyirlər. Putin də deyib, Lavrov da deyib və Rusiyanın bütün deməli dövlət rəhbərliyində olan şəxslər bunu hamısını səsləndirirlər. Amma Azərbaycan və Ermənistan avqustun 8-də ötən il çox uğurlu bir mən qənaətimcə siyasət həyata keçirdilər və Amerikanın qarantiyadır əslində Amerika. Əgər Amerika olmasaydı, siz deyən kimi Rusiya təhdid edə bilərdi Ermənistanı da, Azərbaycanı da. Amma burada Amerikanın qarantiyası var. Ona görə mən inanmıram ki, Rusiya Amerikanı qarşısına alıb belə bir hücum həyata keçirə bilsin. Və o heç bir əsas da yoxdur ki, ora hücum keçirsin. Amma Rusiya bu yaxınlarda bir qanun qəbul etdi ki, Rusiya vətəndaşlarının hansısa ölkə ərazisində, yəni BMT Təhlükəsizlik Şurasının qərarı olmadan həbs olunmasında o ordu yerdə bunu azad edə bilər. Yəni bu belə bir qərar, bu əslində bu təhlükəlidir. Bunu bəhanə edib, məsələn, bilirsiniz ki, Ermənistanda Rusiya vətəndaşı olan şəxslər seçki prosesinə qatılıblar, siyasi proseslərdə olurlar. Azərbaycanda da bu və ya digər şəkildə Rusiya vətəndaşları həbs olunması var idi. Düzdür, onları azad elədilər, amma ola bilər belə bir şeylər. Amma bu təhlükə yaradır, bunu bəhanə edib. Amma NDB, üzr istəyirəm, Zəngəzur dəhlizində hansısa könüllərin gəlib orada iştirakına görə hücum etmək bu beynəlxalq hüquqa da ziddir. Beynəlxalq hüquq tanıyır ki, beynəlxalq hüquq tanısaydı belə. Yox, əslində bu heç Trump da tanımır o beynəlxalq hüququ, heç kim də tanımır. Amma indi Rusiya ora hücum etsə, o başı ağrıyar. Başı ağrıyacaq. Onu da beynəlxalq hüquqa yada salacaqlar və Rusiya üçün, yəni Avropa ölkələri, həm Türkiyə, yəni inanmıram ki, Rusiya belə bir riskə geçsin. İndi görürsünüz ki, İran da heç səsini çıxarmır. Əvvəl İran da deyir ki, bir qırmızı xəttimizdir. Çünki artıq bundan razılaşıblar və mən əminəm ki, o dəhliz açılacaq. İndi Ermənistandakı seçkilərdən sonra o dəhlizlə bu günləri Amerika Birləşmiş Ştatlarının dövlət katibi də Ermənistanda səfər edir. Onların bir memorandum imzalanması gözlər. Yəni ki, bu dəhlizlə bağlı, görüləcək işlərlə bağlı bir addım olacaq. Ona görə bu dəhliz açılacaq. Və bu dəhliz təkcə də Ermənistanla Azərbaycan arasında yol deyil. Bu Çindən başlayıb Asiyadan Avropaya olan yoldur və ticarət yoludur. Bu yolda da çox böyük yüklər daşınacaq. Yəni burada həm Türkiyənin, Amerikanın, Azərbaycanın, Ermənistanın hamı maraqlarına uyğundur. Çinin. Ona görə burada Rusiya gəlib orada qoşun yeridib, oranı zəbt edib, işğal edib. Bu cür addımlar Rusiya üçün çox böyük, ağır başa gələr. Hələ Ukraynada düşdüyü bataqlıqdan çıxa bilmir. Əlavə bir problem içərisinə girməz məncə. Təşəkkür edirəm mən sizə, Ənvər bəy, çox sağ olun. Əziz tamaşaçılar, sizdən isə ricam verilişimizi bəyənin və paylaşın. Qarşıda görüşəcəyik. Salamat qalın.